Antalya'dan salamlar demek istərdim, amma bu yayda çəkilib, indi payızda paylaşılan gecikmiş bir vloqdur. Niyə indi paylaşıram? Səbəbləri çoxdur. Birincisi, yay xatırlayaq istədim bu soyuq havalarda. Yox, zarafat edirəm. Əslində paylaşmağı düşünmürdüm, amma sonra dedim, vloqda işinizə yarar məlumatlar ola bilər. Ona görə videonu yadda saxlayın ki, gələn il getsəniz lazım olar. Biz istirahətə anidən avqustun sonlarına doğru getmək planlaşdırdıq. Buna baxmayaraq büdcəmizə uyğun otel və biletləri tapmaqda çətinlik çəkirdik. Amma sağ olsun Baku Legend Travel, bu tur şirkəti yadda saxlayın, mənim tapdığım oteli asanlıqla rezervasiya etdi və biletlərimizi aldı. Və biz ailəvi, hətta bacımın balaca bebəsi ilə TR ilə uçduq Antalya'ya. Budur minməyi ən çox sevdiyim avtobus. Seçimimiz Antalya'nın Lara bölgəsində yerləşən elə Lara Garden oteli idi. Lara bölgəsinin bir üstünlüyü havalimanına yaxın olması idi. Siz otel seçərkən nəzəriniz olsun. Biz havalimanından otel 15 dəqiqəyə çatdıq. Otel otaqları təmiz və səliqəli idi. Kiçik problemlər olsa da deyən kimi həll etdilər. Otel otağımızın mənzərəsi hovuza baxırdı. Otelin 2 açıq hovuzu var idi. Gündüzlər günəşlənib dincəlirdik, axşamlar isə belə maraqlı bir şou keçirilirdi. Hətta mən ilk dəfə risk edib bu flyboard deyilən bir şeyi təcrübə eləmişdim. Bu otel həqiqətən də mənim şəkillərdə gördüyüm kimi sakit və huzurlu bir təsir bağışlayırdı. Səbəblərindən biri aquaparkın olmaması idi. Ona görə də uşaq səsi gəlmirdi. İkinci bir səbəbi isə kontingenti fərqli idi. Daha çox yerlilər və Avropalı turist qonaqlar var idi. Yeməklər mövzusuna gələndə biz all inclusive, yəni hər şey daxil seçmişdik. Səhər yeməyi türklərin kahvaltıları bilirsiniz ki, bol çeşidli olur. Bu abla omleti bişirib isti belə təqdim edirdi. Günorta və axşam yeməklərində isə ətdən daha çox toyuq, tərəvəz və balıq üstünlük təşkil edirdi. Uşaq yemək masası istədik, verdilər, sağ olsunlar. Arada otel personalı mehriban idi. Günorta və axşam yeməyinin arasında isə belə sinəklər təqdim olunurdu. Və sacıda belə bir şeylər bişirilir, sıraya durub alırsınız. Restoranın bu hissəsini isə daha çox bəyənirdim. Xüsusən də axşamlar interyerinə görə cozy coffee shop təsiri bağışlayırdı. İnsanlar axşam yeməyindən sonra əyləşib desertlə çay içirdi, pivə içirdi, söhbət edirdilər hovuz mənzərəsinə qarşı. Bu arada burada pişiklər də çox olurdu. Otelin yaxınlığında mağaza və gəzməli yerlər çox yox idi. Ona görə piyada bir xeyli məsafə getməli olursunuz. Biz 1-2 dəfə çölə çıxmışdıq, hətta belə toya da təsadüf etmişdik. Qayıtmadan bir gün öncə Antalyanın dənizinə də gedək dedik və gedib gördükdən sonra daha öncə niyə yenə gəlmədiyimizə peşman olduq. Dağın ətəyində yerləşən dəniz, təmiz və dupduru suyu, şəkil çəkdirmək üçün bir çox güşələri bir sözlə çox xoşumuza gəldi. Üstəlik pulsuz gedib gəldik çünki bu otelin dənizə aparıb gətirən servis avtobusu işləyirdi. Qayıtdığımız gün təsadüfən iştirak etdiyim bir çəkiliş yadda qalan bir hadisə oldu mənim üçün. Axşam saatlarında isə artıq oteli tərk etdik. Biz sentyabrın əvvəllərində qayıtmamıza baxmayaraq havalimanı turist qaynayırdı. Burada çalışanların dediyinə görə Antalya'da sentyabrda yay sezonu hesab edilir. Hətta oktyabr sonuna qədər turistlər gəlməyə davam edir. Siz də bu aylarda da gedə bilərsiniz. Üstəlik otel və bileti daha münasib qiymətə alacaqsınız. Bu turun isə adam başı xərci, hər şey, otel və biletlər daxil sadəcə 1300 azayan tutdu. Ümid edirəm sizin üçün də yararlı bir vloq olar. Bəyənməyi və səhifəmizi izləməyi unutmayın. Növbəti vloqlarda görüşənədək hələlik.